Başlayaq. Histologiya hüceyrə canlı quruluş və inkişaf vahididir. Canlının. Hüceyrədən danışanda biz əvvəlcə deyəcəyik, hüceyrəni öyrənən elm nədir? Hüceyrəni öyrənən elm histologiya elmidir. Sitoz hüceyrə, logos elm deməkdir və canlı hüceyrələri öyrənirik biz histologiyada. Canlı hüceyrələrdən, ümumiyyətlə bütün canlılar hüceyrələrdən təşkil olunubdur. Bu hüceyrələr bir hüceyrə də ola bilər. Bu hüceyrələr çox hüceyrəli canlılar da ola bilər. Və hüceyrənin tərifindən danışsaq, deyəcəyik hüceyrə canlı orqanizmlərin quruluş, inkişaf və funksional vahididir. Yəni nə deməkdir bu? Həm canlılar bu hüceyrələrdən qurulur. Çoxlu hüceyrələr canlı əmələ gətirir. Həm bu hüceyrə inkişaf eləyir, canlını inkişaf elətdirir. Məsələn, spermatozoid yumurta hüceyrə inkişaf elətdirir, birləşir, zigot inkişaf elətdirir, insan əmələ gətirir. Həm də funksional vahididir. Yəni ki, bir iş görür, bir proses həyata keçirir ki, bu canlı yaşasın, uyğunlaşsın mühitə. Buradakı hüceyrələrə baxsaq, bax, bu bizə bir dənə verdiyi əzələ hüceyrəsidir. Tək əzələ hüceyrəsi. Amöb bir canlıdır və bir hüceyrədən ibarətdir. Yaşıl evqilena canlıdır, bir hüceyrədən ibarətdir. Burada eritrositləri verib, ümid edirəm. Qəribə bir görüntüsü də var. Leykosit də ola bilər. Veribdir. Eritrosit oxşadıram mən bunu, amma hemoglobin. Eritrosit də bir hüceyrədir. Sonra infuzor tərlikdir, bir hüceyrədir. Sinir hüceyrəsi. Baxırsan ki, bir hüceyrədən ibarətdir. Bu onda leykosit imiş. Eritrosit olan budur. Bu eritrositdir. Bu isə qurbağanın yumurta hüceyrəsidir. Məsələn, bu epiteli hüceyrəsidir. Bu şəkildə görürük ki, hüceyrələr yəni bizim bədən strukturlarımızı təşkil edir. Hüceyrə haqqında danışanda deyəcəyik ki, insan bədənində olan hüceyrələrdən danışsaq, insan bədənində nüvəli, nüvəsiz və çoxlu xromosoma malik olan hüceyrələrə rast gəlinir. Məsələn, deyəsən ki, insan bədəni 2 eni diploid xromosom dəstli 46 xromosoma malik olan hüceyrə var. Amma insan bədənində elə bir hüceyrə ola bilər ki, N olsun, məsələn, cins xromosomlar və o 23 xromosom dəstinə malik olsun. Elə hüceyrə ola bilər ki, o hüceyrə çox nüvəli olsun. Çox nüvəli olsun. Mən onun nüvələrinin sayını 1, 2, 3, 4, 5. 5-i vurum 46-ya və deyim ki, bu qədər onun tərkibində xromosom var bu hüceyrədə. Məsələn, qaraciyər hüceyrəsi bu şəkildədir. Enozolaqlı əzələ hüceyrəsi bu şəkildədir. Yəni ki, 46-dan daha çox xromosoma malikdir. Sonra elə də hüceyrə ola bilər ki, onun ümumiyyətlə nüvəsi olmasın və o 0 xromosoma malik olsun. Məsələn, eritrosit hüceyrəsi buna aid olacaq. Yəni, bu daha çox OTK-larda və sınaq testlərində qarşımıza çıxır. İnsan bədənində 46-dan çox xromosoma malik olan hüceyrəyə rast gəlinərmi? Gəlinər, qaraciyər və əzələ hüceyrəsi. 46-dan az xromosoma rast gəlinərmi? Gəlinər, məsələn, cinsiyyət hüceyrəsi. Məsələn, 0 xromosoma malik olan hüceyrəyə rast gəlinərmi? Gəlinər, o da eritrositlərdir. Bu şəkildə. Gəldik. Histologiya orqanizmlərin hüceyrələrinin quruluşunu, kimyəvi tərkibini, funksiyalarını öyrənir. Müasir dövrdə histologiya kompleks elmdir, yəni birləşik elmdir. O, digər bioloji elmlərlə yanaşı, fizika, kimya, təbiət elmləri ilə də sıx bağlıdır. Və bu səbəbdən onu hüceyrə biologiyası adlandırırlar. Hüceyrə biologiyası deyilən geniş elm sahəsi kimi də ayrılır. Hüceyrənin öyrənilmə tarixinə gəldikdə, hüceyrənin öyrənilməsi histologiya elminin, yəni inkişafı mikroskopun kəşfi ilə bağlıdır. Ümumiyyətlə, mikroskopdan danışanda demişdik ki, qardaşlar var. Zachary Janssen qardaşları idi. Onlar şüşələri üst-üstə qoyur. İlk primitiv mikroskopa bənzər şüşə əldə edir. Sonra onu Leeuwenhoek alır və ilk dəfə Leeuwenhoek mikroskopu deməli icad etmiş olur. Ancaq Leeuwenhoek icad etsə də ilk dəfə hüceyrəni görən Robert Hooke olur. Robert Hooke mantar kəsiyinə baxır və orada gözcüklər şəklində bir boşluqlar görür. Bu boşluqlara deyir ki, bunlar sitosdur, hüceyrə. Əslində türklər bunu daha düzgün deyil. Biz hüceyrə desək də əslində hücrə deməliyik. Hücrə. Yəni, məsələn, belə bu şəkildə görür orada mantarın içini. Belə kvadratlar şəklində. Deyir ki, bu kvadratlar seldir, yəni hüceyrədir. Belə, Robert Hooke'un gördüyü hüceyrə ölü hüceyrələri idi.
Yəni mantar kəsindəki ölü hüceyrə idi. Amma ölü hüceyrə olsa belə deyir ki, yəni bu hüceyrə terminini elmə gətirir. Ondan sonra Leeuwenhoek gölməçə suyuna baxır və gölməçə suyunda görür ki, nələrsə hərəkət eləyir. Və o hərəkət edən hüceyrələri görür və ilk dəfə canlı hüceyrəni Leeuwenhoek artıq kəşf eləmiş olur. Canlı hüceyrəni Leeuwenhoek kəşf edir. Bununla da əlbəttə ki, bir elmin başlanğıcı qoyuldusa, deməli davamında gəlməlidir. Davamında isə artıq bitki hüceyrəsi, heyvan hüceyrələri öyrənilməyə çalışılır. Məsələn, Matthias Schleiden bitki hüceyrəsini araşdırır və bitki hüceyrəsi haqqında araşdırır, bitki hüceyrəsini kəşf edir. Theodor Schwann, mən bu Schwannı heyvanın vanı kimi yadda saxlayıram, heyvan hüceyrəsini kəşf edir. Və artıq bitki hüceyrəsi, heyvan hüceyrəsi kəşf olundan sonra Schwannla Schleiden öz məlumatlarını birləşdirir. Məlumatlarını müqayisə edir, oxşarlıqlarını, fərqliliklərini öyrənəndən sonra hüceyrə nəzəriyyəsinin əsasını qoyur. Hüceyrə nəzəriyyəsinin əsasını qoyandan sonra göstərir ki, bununla da, yəni bitki və heyvan hüceyrələrinin müqayisəsi. Bitki və heyvan hüceyrəsi ümumi quruluş vahidi hüceyrədir. Yəni hər ikisi bir-birinə bənzəyən iki dənə hüceyrədir. Bir-birinə bənzəyir. Amma bu bitki deyil, bu heyvandır. Bu şəkildə. Lakin Schwann həm də Schleiden səhvə yol verirdi. Səhvə yol verirdi ki, onlar qeyri-hüceyrəvi quruluşa malik maddələrdən əmələ gəlir. Yəni, hüceyrənin hüceyrədən əmələ gəldiyi fikrini demirdi. Onlar deyirdi ki, qeyri-hüceyrəvi quruluşa malik maddələr, məsələn, dəmirdir, sinkdir və s. birləşib hüceyrəni əmələ getirir. Bu fikri isə Virchow artıq təqzib edir. Təqzib edir və deyir ki, əsas müddəası bütün hüceyrələr bölünmə yolu ilə ana hüceyrədən əmələ gəlir. Ana sözünü görsəniz, deyirsiniz ki, o Virchow'un nəzəriyyəsidir artıq. Deyir ki, bu hüceyrə dəmirdən, misdən əmələ gələ bilməz. Bu hüceyrə 100% gibi hüceyrədən əmələ gəlib. Yəni, bu hüceyrə bölünərək ana hüceyrədən qız hüceyrələr əmələ gəlibdir. Bu kəşfdən sonra artıq Karl Baer məməlilərin yumurta hüceyrəsini kəşf eləyir və məməlilərin yumurta hüceyrəsini kəşf eləyəndən sonra çox hüceyrəli orqanizmlərin necə yarandığını, yəni ziqotdan başlanğıc götürdüyünü göstərir. Ziqot sözünü görsəz Karl Baer deyəcəksiniz. Yumurta hüceyrə və ziqot sözünü görsəz deyəcəksiniz ki, bu artıq Karl Baer'in fikridir. Bununla da sübut etdi ki, hüceyrə təkcə canlı orqanizmin quruluş vahidi deyil, həm də inkişaf vahididir. Deməli, inkişaf vahidi sözündə kim demiş oldu? Bir. Quruluş vahidi kim? Sözün kim demişdi? Schleiden. Schwann Schleiden. Belə. Gələk indi nəzəriyyəmizə. Nəzəriyyəmiz 4 müddəadan ibarətdir. Schleiden yox, Schwann. Bax, bura Schwann deyil, Schwann. 4 müddəadan ibarətdir. Birinci müddəada deyir ki, canlı hüceyrə bütün canlı orqanizmlərin ən kiçik quruluş və inkişaf vahididir. Quruluş vahidi sözünü demişdi Schwann. İnkişaf vahidi sözünü də demişdi Baer. Deməli, birinci müddəada Schwann və Baer'in fikirləri öz əksini tapır. İkinci müddəaya gələk. İkinci müddəa isə bütün orqanizmlərdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinə və maddələr mübadiləsinə görə oxşardır. Bunu da Schleiden demişdi. Bitki ilə heyvanı müqayisə eləyəndən sonra. Əslində Schwannla Schleidenin qərara gəldikləri fikir bu idi. Müqayisələr aparır, oxşarlıqları bilir və ikinci müddəanın fikrinə gəlirlər. Üçüncü müddəada isə artıq ana hüceyrə sözünü gördümsə, deyəcəm ki, hüceyrələrin çoxalması onların bölünməsi yolu ilə baş verir. Hər bir yeni hüceyrə ana hüceyrədən başlanğıc götürür. Mən ana sözünü görən kimi deyəcəm bu düzəldilmiş versiyadır və burada Virchow'un fikirləri öz əksini tapır. Virchow. Dördüncü müddəada isə artıq mürəkkəb quruluşlu çox hüceyrəli orqanizmlərdən söhbət gedəcək. Onların sinir və humoral yolla tənzimindən. İndi bizə, bax bu müddəa, əsas bax histologiyanın özəyi bu müddəalardır, bu nəzəriyyədir. Buradan suallar düşür. Sizə deyir ki, hansı müddəada Karl Baer'in fikri öz əksini tapmışdı? Deyəsən 1. Hansı müddəada Virchow'un fikirləri öz əksini tapmışdı? Deyəsən 3. Hüceyrə nəzəriyyəsini kim işlədi, hazırladı? Deyəcəyik Schwannla Schleiden. Kim təkmilləşdirdi? Virchow. Çünki Virchow orada səhvi düzəltdi. Hansı səhvi düzəltdi? Hüceyrənin qeyri-hüceyrəvi quruluşlu canlılardan yox, məhz ana hüceyrədən
əmələ gəldiyini. İlk 3 müddəa bir hüceyrəliləri əhatə eləyirdi. Bir hüceyrəlilərə. Bura əlbəttə ki 4 aləm də aiddir. Çünki 4 aləmin 4-ündə də, bakteriyada da, göbələkdə də, bitkidə də, heyvanlarda da bir hüceyrəlilər var. Amma sonuncu müddəa deyir ki, çox hüceyrəli orqanizmlərin toxuma və orqanlarının sinir-humoral yolla tənzimi. Artıq 4-cü müddəa bakteriyaları əhatə eləməyəcək. Yəni bir hüceyrəliləri əhatə eləməyəcək. Ona görə 4-cü müddəa 3 aləmə aiddir. Bakteriya artıq bir hüceyrəli olduğu üçün 4-cü müddəa bakteriyaya aid olmayacaq. Bura qədər aydındır sizə? Bəli. Bu belə. Nəyə başa düşməsə soruşun. Burada da ona aid suallardır. Deyərsiniz. Dedik ilk hüceyrəni kəşf elədi Robert Hooke, ölü hüceyrə idi. Ondan sonra canlı hüceyrəni kəşf elədi Leeuwenhoek. Hüceyrə terminini də elmə gətirdi Robert Hooke. Gəldik deməli hüceyrənin xarici hissəsi, yəni qılafı strukturu. Bir səfərdə keçəcəm. Hüceyrədən danışanda, bax, qoy görək hüceyrənin şəkli verək burada. Tutaq ki, bu bir hüceyrədir. Bu hüceyrə xaricdən hüceyrə divarı ilə, bunu bağlayayım. Daxildən isə plazmatik membranla əhatə olunub. Plazmatik membranla əhatə olunub. Bax, bu xarici hissə. Bitkilərdə adlanacaq, deməli, bitkilərdə, göbələklərdə və bakteriyalarda adlanacaq hüceyrə divarı. Hüceyrə divarı. Heyvanlarda isə adlanacaq glikokalix. Kalix. Niyə? Çünki bax bu bakteriya, göbələk və deməli bitkinin hüceyrələri xarici qatı sərtdir. Bitkini məsələn qolunu əyirsən, bu da xırt delir, qırılır. Deməli sərtdir bu. Buradan bax belə məntiqlə yadda saxlaya bilərsiniz. Deməli bunda hüceyrə divarıdır. Selluloza nə barə sərtdir vardır. Glikokalix isə elastikdir. Məsələn, bizim leykosit hüceyrələri gedir mikrobu öz çəmbərinə alır. Necə alır? Hüceyrə divarının elastikliyi ilə alır və udur. Deməli, fagostoz prosesi də məhz glikokalixlə əlaqəlidir və fagostoz yalnız bir aləmin nümayəndələrində rast gəlinir. O da kim olacaq? Heyvanlar. Niyə? Çünki heyvanlar aləminin xarici divarı glikokalixdir. Glikokalix yumuşaqdır, elastikdir və bu elastiklik ona fagostoza icazə verir. Amma bitkilərdə fagostoz olmaz. Çünki bitkinin xarici divarı sərtdir. O sərtlik ona yalançı ayaqlara əmələ gətirməyə icazə verməyəcək. Bu belə. Gələk indi bu hüceyrə divarının altındakı, bu arada hüceyrə divarı tam keçiricidir. Onun altında plazmatik membran var. Plazmatik membranın danışıb torik organoidləri. Plazmatik membran, bax bu qırmızı rəngdə gördüyümüz. Plazmatik membran, bax buradakı şəkildəki kimidir. Nədir bu? Bir qatdan 2 dənə lipid cərgəsindən ibarətdir. Bax, lipid cərgələrdə bu gördüyümüz, bax bu hissələrdir. Bax bu bənövşəyi və mavi oxu olan. Bunlar lipidlərdir. Fikir ver, bir cərgə, 2 cərgə. Yadınızda qalsın, lipid cərgələri qatlardan 2 dəfə çox olur. Məsələn, sənə deyir 2 membranlı orqanoid. 2 membranlı orqanoid isə deməli bunun 2 membran qatı var. 2 membran qatı varsa, deməli bunun 4 lipid cərgəsi var. Çünki belə deyək də, bu bir qatdır, bu da bir qatdır. 4 dənə lipid cərgən sənə gətirib 2 dənə qatı vermiş olacaq. Gələk indi bu lipidlərin hidrofob, hidrofil hissələrinə. Hidrofob başçıqlar xaricə, hidrofil quyruqçuqlar isə daxili səthə çökmüşdür. Burada baxıram ki, bax bu, deməli, mənim lipidlərimə də, burada ortaya sərpişdirilmiş olanlar, bax bunlar. Bax bu zülaldır, bu da zülaldır, zülallardır bunlar hamısı, bu da zülaldır. Zülallardır. Bu zülalların funksiyaları reseptor funksiyaları yerinə yetirir, keçirici funksiyaları yerinə yetirir. Baxın, burada körpü rolunu oynayır. Sanki xaricdən gələn məhsul bu zülala deyir ki, burax məni içəriyə, bu buradan körpü rolunu oynayır ki, gəlsin, keçsin içəriyə doğru. Yəni ona görə keçiricilik, reseptor funksiyaları zülallara aid olacaq.
Və bir də bu şəkli əzbərləyin, bu şəkil həmişə düşür. Bu xaricdə bu sarı renkdə gördüklərinizdə hamısı zulaldır. Burada görürəm ki, bax bu mavi renkdə şarik fason birləşmələr var. Bunlar gəlir həm zulala birləşir, həm də lipidə birləşir. Bunlar isə karbohidratlardır. Karbohidratlar. Karbohidratlar lipidlərlə, zulallarla birləşərək onlara seçicilik reseptorluq xüsusiyyətini verirlər. Bu da karbohidratlardır. Sizə həmişə bax bu şəkli verir. Bu ümumiyyətlə testlərdə bu şəkli çox görəcəksiniz. Belə bir ox qoyur, bura yazır X. Belə bir ox qoyur, bura yazır Y. Buna da yazır taki Z, buna da yazır T. Sən burada artıq avtomatik bilməlisən ki, bax bu, bununla T ilə X, ikisi də zulaldır. İkisi də zulaldır və ikisinə də zulallara aid xassələri götürəcəksən. Y karbohidratdır, karbohidrat. Z isə lipiddir. Bu şəkildir. Xolesterin dənəcikləri sözünü görsəniz, bəli, divarın tərkibində xolesterin dənəcikləri olur. Amma bizim bu şəklimizdə yoxdur. Xolesterin dənəcikləri divarın içərisinə doğru meyillənmiş olur. Və kiçik-kiçik elə o da şariklərə bənzəyir. Bax, bu şariklərə bənzəyir, kiçik-kiçik olur. Yəni, bu şəkildə iri molekullar olmur. Bu da belə. Bu da bizim, deməli, plazmatik membran. Dedik ki, bir qat, iki cərgə, hidrofil, hidrofob isə xüsusiyyətlər. Bax, bu membran quruluşuna görə, hüceyrənin daxili hissəsindəki orqanoidlər 3 hissəyə ayrılır. Membranlı, membransız və iki membranlı. Membranlı orqanoidlərə aid olacaq, belə deyək də, membransızlara aid olacaq hüceyrə mərkəzi ribosom, bir membranlara aid olacaq endoplazmatik şəbəkə Golgi lizosom, iki membranlara da aid olacaq mitoxondriya xloroplast. Hələ ki, onlar haqqında heç nə oxumayın. Çünki onu gələn dərs keçəcəm mən. Hələ ki, bu hüceyrəni tamamlayın, onun qılafını tamamlayın. Bir də ki, hüceyrənin daxili hissəsi, baxın, bax bu hissəsi dolu olur. Bunu qoyub başqa rənglə çəkək. Dolu olur həlməşik bir maddə ilə. Buna da biz deyəcəyik stoplazma. Stoplazma yarım mayedir. Elə bir ki, düyü həlmi kimi bir şeydir. Stoplazma hüceyrənin daxili sabitliyini qoruyur, onun formasını qoruyur, orqanoidlər arasında əlaqə qurur. Bu şəkildə elə bir insan qanı kimi də stoplazma bax bu funksiyaları yerinə yetirir, yarı həlməşik bir maddədir. Bu belə. Gələk indi viruslara. Viruslar nədir? Viruslar, latıncaq virus zəhər deməkdir, kiçik ölçülərə malikdir, hüceyrəsiz həyat formasıdır, çünki canlı orqanizmdən kənarda yaşaya bilmirlər. Virusların tərkibində ya DNT olur, ya RNT olur. Yəni, ikisi birlikdə ola bilməz. Amma, məsələn, canlılarda hamısında DNT, RNT ikisi də birlikdədir. Mikrobda, yəni bakteriyadan tutmuş insana qədər. DNT-mizdə, RNT-mizdə ikisi də var. Amma virusda ya DNT var, ya RNT var. Onun xaricindən qoruyucu örtük kapsid var. İndi deməli bu kapsidi də zulaldan təşkil olunubdur. Üzvü maddə yaratmaq xüsusiyyətinə malik deyil, ümumiyyətlə üzvü maddə yarada bilmir, sahib orqanizmindən, yəni hüceyrədən kənarda yaşaya bilmir, irsi materiala sahib orqanizmi, yəni hüceyrəyə düşərək, onun irsi materialını dəyişdirir, öz irsi materialını onun genetikasına daxil edir və onu dəyişir, virus edir. Və canlı orqanizmlər bir neçə virus növünə də eyni vaxtda yoluxa bilərlər. İnsanda virus xəstəlikləri, məsələn, hepatit A virusu keyfiyyətsiz qida ilə, su ilə, çirklənmiş qida ilə, su ilə insan orqanizminə yoluxur. Sonra hepatit B virusu, buradan bax, deməli, viruslar iki cür ola bilər. DNT tərkiblilər, dedik ya DNT-si ola bilər, ya RNT-si, ya da RNT tərkiblilər. DNT-si ancaq DNT-si olanlara deyəcəyik bakteriofag, hepatit B, çiçək, adenovirus. Mən bunu belə yadda saxlayıram. Bakteriofag bədəndə çiçək açıb. Bakteriofag bədəndə çiçək açıb. Bu sözlə yadda saxlayıram ki, hepatit B-dir. Bakteriofagdır, çiçək də adenovirusdur. DNT tərkiblidir. Qalan hamısı RNT-dir. Koronavirus, qrip, tütün mozaikası, hamısı RNT tərkiblidir. Hepatit C, C, bunlar hamısı nə olacaq? RNT tərkiblidir.
Hepatit B virusundan danışanda deyəcək ki, hepatit B DNT tərkiblidir, quduzluq RNT-dir, QIDS RNT-dir, qazanılmış immun çatışmazlığı QIDS. Bu şəkildə. Qan vasitəsilə bir insandan digərinə keçir. Yaralar və qanlarla keçir bax bu xəstəliklər. Bir çox viruslar insan tənəffüs yollarını nəfəs aldığı zaman hava damcı yoluna keçir. Buna da qrip, qızılca aiddir. Sonra qızılca bax damcı infeksiyasıdır. Bronxlara qədər bütün tənəffüs yollarını zədələyir. Daha sonra dəri və bağırsağı zədələyir. Polimiyelit virus tərkiblidir, uşaq iflicə adlanır və hava damcı ilə yoluxur. Viruslar deməli, burada polimiyelit haqqında onurğa beyninin hərəki neyronlarını və udlaq və bağırsağı zədələyir. Bax, bunu bu cümlədə gəlib düşür. Bunu qəşəng görən. Milçəklər vasitəsilə, göbəklər, bitkilər vasitəsilə deməli, bu virus xəstəlikləri yayılır. Qoy vaksinləşməndə deyim. Bir də, bax, indi bu virusun şəklini izah eləmək istəyirəm. Bu qəbula düşmüşdü bir dəfə. Deməli, bu virusun, bu hepatit C virusudur. Normalda virusun ya deməyək də, virusun belə bir kapsidi olur, zülal kapsidi və içərisində material, DNT-si və yaxud da RNT-si olur. Ya da RNT-si olur. Ya zülal ya RNT, yəni daha doğrusu zülal və RNT, başqa heç nə olmur. Zülal və RNT-dən ibarət olur. Ya da DNT. Hepatit C yeganə virusdur ki, onun zülalı da, RNT-si də plus lipid qatı da var. Bu lipid qatı ona dözümlülük verir. Bax, bu şəkli görsəniz, bu sarı rənglə göstərdiyi hissə olacaq lipid qatı. Bunlar olacaq zülal, bu içərisində olacaq RNT. Sonra, gələk vaksinləşməyə. Vaksinləşmə, deməli, Louis Pasteur quduzluğa qarşı ilk dəfə virusuna qarşı vaksin kəşf edir. Vaksin öldürülmüş və zəiflədilmiş mikrobların ifraz etdiyi antigen xassələ maddələrdir. Vaksindən əlavə kimyoterapiya ilə də virusa qarşı gəlmək olar. Bu da kimyoterapiyada bütün hüceyrəni, əslində kimyoterapiya uşaqlar virusu öldürmür. Kimyoterapiya hüceyrəni öldürür. Virus da ölmüş hüceyrəyə daxil ola bilmədiyi üçün daşı bədəndən çıxıb gedir. İnterferon bədənimizdə yaranan bir zülaldır. Bunu unutmayın. Və bədənə daxil olmuş virusu, bax bu interferon tutub öldürür. Virusun çoxalmasının qarşısını alır. Bəzən insana interferon vururlar ki, güclü olsun bədən. Viruslara qarşı dözümlü olsun. Belə. Bitdi bu qədər. Buranı oxuyacaqsınız, öyrənəcəksiniz. Sözünüz, sualınız. Yox,